Məpəxam, deməli, mən sizin də təbii ki, tövsiyənizlə evdə bu fly yoga üçün spesialni bir qurğu var, onu aldıq, hal-hazırda istifadə edirik. Amma mənim yadımdadır ki, onunla birinci dəfə Qamaq aldınız. Hə, qamaq gedir, bəli. Onu mən yadımdadır ki, biz əvvəlcə onu belə deyim, istifadə edəndə yox, hətta dostum gildə belə getmişdik. Onlarda bir qurğu var idi, belə qurğuda ayağımızı qoyduq, belə fırlandı. Beli dartma, traksiya. Hə, belə çox xoşum gəldi də. Dedim belə şey, amma bu boyda şeyi belə deyim də çox böyükdür də, onu evdə qoymağa bir yer yoxdur ona. Əslində qoymaq olardı, sadəcə olaraq belə bir dəfə eləməyə görə, yəni olmurdu. Amma son vaxtlar mən o qamakın üstündə çox rahatlıqla çəkirəm, ayağım yuxarı, çox rahat uzanıram, dincəlirəm. Məsələn ki, hə, çıxanda çox dəhşət bir enerji gəlir mənə, özümü çox yaxşı hiss edirəm. Hə, hal-hazırda baxın, siz mən görürəm ki, təlimlərinizdən də, Instagram səhifənizdə görürəm ki, onları paralel, həm nəfəsi onu paralel istifadə edirsiniz. Bəli. Bu nə qədər təsir göstərir ümumiyyətlə belə pasientlərə? Ümumiyyətlə qamakda işləmək, məsəl üçün mən işləyirəm aero yoganı. Aero yoga siz təzə bir şeydir. Yox, təzə bir şey deyil. Bir var fly yoga, bir var aero yoga. Məsələn, mən aero yoga işləyirəm. Aero yoga nədir? Aero yoga onurğanın reabilitasiyası və bərpası. Aha. Mən sizə öyrətdiklərim də siz aero yoganı qamakda işləmisiniz. Fly yoganı öyrətməmişdim mən sizə. Onlar onun üçün də, yəni həm o bel ağrıları üçündür, boyun ağrıları üçündür və orada sırf aero yoga işləyəndə də, yəni qamakda bütün hərəkətlər də nəfəsin olmalıdır. Bildiniz? O da bir yandan elə bir ki, köməklik kimi. Sırf ki, burada reabilitasiya gedir deyə, məsələn, tutaq ki, qamakda hər hansı bir hərəkəti göstərirəm, sırf onurğa ağrısını aradan qaldırmaq üçün, nəfəslə. Çox gözəl təsir eləyir.